bu videonu izləməsəniz çox şey itirmiş olarsınız. Çünki bu büdcədə ev axtaran müştəri ola bilməz ki, bu evə zəng eləməsin. Dəyərli izləyicilərim, çox arxayın, rahat danışıram. Bilirəm ki, bu evi qısa müddətdə satacağam. Niyə? Çünki belə bir ev tapa bilmərsiniz. Boya-boy gördüyünüz kimi çardağı yığılıbdır və burada bu evdə bir neçə nüanslar var. Xahiş edirəm sona qədər diqqətlə baxın ki, burada bir-iki məqam var. Deməli, bax, evin içərisindən əlavə, daxilindən əlavə çölündə bu hissədə yerləşən sanitar qovşağı. Düzdür, təmir olunmayıbdır, amma aksesuarlar yığılıbdır. Bu hissədə qazanxanadır, gördüyünüz kimi və dəyərli izləyicilərim. Deməli, burada iki qapı var. Bura nəzərdə tutulub, məsəl üçün qonağınız falan gəlsə bu hissədə və buradan bu evə keçid də var. İndi tam ətraflı göstərəcəm sizə. Baxın, bura belə bir gözəl, addenli bir qonaq otağı. Bax, görürsünüz, yataq dəsti də var, stol stulu, televizoru, divanı. Bura isə mətbəxdir. Bu mətbəxdən digər otaqlara keçmək olur. Amma buradan keçməyəcəm. Qarşı tərəfdən, o birisi əsas girişdən göstərəcəm sizə. Dəyərli izləyicilərim, qiymət çox gözəl bir qiymətlə təklif olunur. 99.000 manata deyilir, endirim olunacaq. Ünvan da Cantəpə. Cantəpənin ən hündür ərazisi. Yəni, bu ərazidə nəmişlikdən söhbət gedə bilməz. Bu otaqları bölən dəhliz bütövlüklə istiponla təchiz olunub. Bu hissədə yerləşir sanitar qovşaq və burada isə hamam otağı. Ayrı-ayrıdır, gördüyünüz kimi asma tavandan yığılıb və keçək evimizin qonaq otağına. Baxın, gördüyünüz kimi belə bir gözəl, işıqlı bir qonaq otağı. Deməli, dəyərli izləyicilərim, baxın, həmən bayaq göstərdiyim mətbəx bu hissədir. Sonda göstərəcəm mətbəxi sizə. Keçək yataq otaqlarını göstərim. Masazır qəsəbəsi Masazırın ən hündür, ən prestijli yeri Cantəpə ərazisidir ki, 142 nömrəli avtobus birbaşa buradan 20 yanvar metro stansiyasına işləyir. Şəxsi tikili evdir, illərin oturuşmuş, qoşadaşla tikilmiş bir evidir. Qiymət 99.000 manat deyilir, endirim olunacaq və belə bir yataq otağımız. Evimiz əşyasız şəkildə təklif olunur. Təbii ki, indi gəlsəniz, baxsanız, razılaşmaq olsa əşyalardan qiymət civarında danışmaq olar. Sonda olaraq keçək sizə mətbəxi göstərim. Gördüyünüz kimi, dəyərli izləyicilərimiz, evimizin mətbəx hissəsi. Gördüyünüz kimi, üzbəüz yığılan mebeli. Ətraflı məlumat üçün, evimizə baxış keçirməyiniz üçün 070 330 90 070 330 90 nömrəmizlə əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.